müəyyən edin. Adlıq yəli halda düşünülə bilən söz. Burada olacaq fəslin sözü, çünki fəsil sözü alınma sözdür. Alınma iki hecalı sözlərdə həm yəli hal şəkilçisi gəlsə, həm də mənsubə şəkilçisi gəlsə, sait düşmüş olacaqdır. Deməli, fəslin sözündəki in yəli halda olsa doğrudur. Mənsubə şəkilçisi olsa yenə doğru hesab olunur. Birə gedir D. Yalnız adlıq halda düşünülə bilən söz. Bura burnu sözü aiddir. Burun milli söz olduğu üçün milli sözlərdə yalnız mənsubiyyət şəkilçisi gəldiyi zaman sait düşür. Deməli, burada u üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisidir və bu söz adlıq haldadır. Adlıq və təsirlik. Burada gedəcək ömrü sözü. Yəni 1 ilə 3-ə fikir versək, görərik ki, iki cür düşünüləsi sözlər alınma sözlərdir. Bir cür düşünüləsi sözlər milli sözlərdir. Ömür sözü də həm mənsubiyyət, həm hal qəbul etdikdə saytını itirir. Deməli, burada ü-nü həm təsirli hal, həm də mənsubə şəkilçisi kimi düşünmək mümkündür. Bu zaman adlı hal olmuş olacaq. Üçə də gedir B. Çiyin sözü milli sözdür. Çiyin sözündə sait düşmədiyi üçün biz bilirik ki, buradakı i hal şəkilçisidir. Milli sözlər hal qəbul edərkən saitini itirmir. Dördə də gedir S. Cavabımız D, A, B, S olacaq.